Biz elmi dildə dua eləmirik. Dualarımız daha çox səmimi və sadə dildədir. Bu duanın önəmli xüsusiyyətidir. Duanın dili şeir dilinə oxşayır. Elmi əsər dilindən daha çox. Amma fərqi budur ki, arxasında elmi həqiqətlər gizlənən, dərin hikmətlər olan şeirə bənzəyir. Duanın dili belə bir dildir. Dua elmi dildə olmur. Amma duanın arxasında elmi və fəlsəfi həqiqətlər gizlənir. Niyə biz müxtəlif sözlər və ifadələrlə hisslərimizi ifadə eləməliyik? Müxtəlif şəkillərdə hisslərimizi ifadə eləməliyik. Məsələn, bir cümlə deyərik ki, ilahi bizi hidayət elə məsələn. Bu hidayətin içində bağışlanmaq da var, bu hidayətin içində əzabdan qurtarmaq da var və s. və s. Niyə görə məsələn, müxtəlif şəkillərdə dua eləmək, Quran bizə müxtəlif növbənöv dualar təqdim eləyir. Ki, bu şəkildə də eləyə bilərsiniz, bu şəkildə də eləyə bilərsiniz. Niyə görə? Bunlar onu çatdırır ki, dua müxtəsər danışıq deyil. Məsələn, bəzi yerlərdə var ki, qısa danışmaq daha məqbuldur, xoşa gələndir. Yəni, sözün var, qısa konkret deyilən qutar. Oradan başlayır, gəlir, hərdən olur, bir dənə söz deyəcək, bütün həyatını danışır ki, axırda sözü desin. Biz də otururuq, məcbur oluruq, qulaq asaq. Qulaq asmasını deyəcək, buna bax da, məsələn, sözümü kəsdi. Axı, sən indi bu sözün var, konkret sözü, sual da verəndə, hərdən bu bir qardaş kimi deyirəm ki, məsələn, bir sualı verəcək, bir saat danışır, gəlsin o suala çıxsın. Hər adamla mən indi, məsələn, bir saat danışsam, söhbət yorulmaqdan getmir, vaxtım çatmaz da buna məsələn, mən özümdən danışıram, elə bir-birimizə də. Yaxşı olar ki, insanlar ədəb, ərkandan qısa, konkret fikirlərini ifadə eləsinlər. Amma dua istisnadır. Dua qısa, konkret, yığcam şəkildə deyilmək şərt deyil duada. Əksinə, dua biraz müfəssəl olması yaxşıdır. Müfəssəl olması yaxşıdır. Biraz geniş olması yaxşıdır. Çünki insan fürsət axtarır Allahla danışmağa. Allahın da səbri kifayət qədər deyir, danış, mənim xoşum gəlir. Sən bəzən lap haşiyədən çıxsan da kənara, eybi yoxdur, danış, əsas mənimlə danış. Mənimlə danış. Oradan gətir sözü, buradan gətir sözü. Burada çox bəyənilən bir şeydir. Duanın forması belə olmalıdır. Müxtəliflik və uzun olsa yaxşıdır. Uzun nə mənadır? Yəni öz halva müvafiq, səni yormamaq şərti ilə uzun olsa yaxşıdır. Görürsən ki, duada bir hacəti fərqli şəkillərdə deyir. Məsələn, Əli əleyhissalam Kumeyldə desin ki, ilahi bağışla günahlarını. Deyir ki, Allahümməğfir liyyəz-zunubəlləti tunzilul bəla. İlahi, mənim o günahlarımı bağışla ki, bəlaları nazil eləyir. Allahümməğfir liyyəz-zunubəlləti təhdikul isam. İsmət pərdələrini yıxan, yırtan dualarımı qəbul elə. Günahlarımı bağışla. Məsələn, bu günahın bir növü. Allahümmə əğfir liyyəz-zunubəlləti təhbisud dua. Dualarımı həbs edən günahlarımı bağışla. Axırda deyir, ilahi, bütün günahlarımı bağışla. Deyə bilərsən, bir dəfə deyən ki, məni bağışla. Yox, bu münacatın ləzzətidir. Adam bir şeyi müxtəlif formalarda Allaha deyir, Allahın da xoşu gəlir. Duanı bu şəkildə eləməkdən. Bu həm də onu göstərir ki, adam duaya önəm verir. Dua nədir? Allahla danışmaq. Sənin üçün önəmlidir deyə ayrılmaq istəmirsən. Bəhanədir hacətlərin ki, onunla danışasan. Hacətləri bir bu şəkildə deyirsən, bir fərqli şəkildə deyirsən. Bu, duanın, belə deyək də, ədəbləri də eyni zamanda. Biz necə istəyirik və nə istəyirik, bu çox mühüm məsələdir. Bizim şəxsiyyətimizin güzgüsüdür bu. Bunu çox demişik də sizə. Adamın şəxsiyyətinə necə qiymət vermək olar, neçə cür. Biri də budur ki, görün bu necə istəyir Allahdan və nə istəyir. Vəssalam, bunu bilsən, biləcəm bu kimdir. Özümə də qiymət verən də budur. Dildə dediyim yox, ürəyim nə istəyir və necə ifadə edirəm istəyimi, hansı şəkildə ifadə edirəm, bu çox önəmlidir. Dua bunu göstərir. Və insan üçün bir hacət önəmli olsa, onu 10 şəkildə deyər. Hacət önəmsiz olsa, deyər keçər üstündən. Quran bizə müxtəlif dualar öyrədir. Mən bu bəhsi Ramazan ayından başladım. Rabbənalar var da Quranda, Rəbbəna ilə başlayan dualar. Bunları tərcümə edirik. Müxtəlif dualardır. Bizə növbənöv dualar təqdim edir. Ne üçün? Çünki ruhumuzun müxtəlif halları var. Ruhumuzun müxtəlif halları var. Gah bizdə ümid halı olur, gah qorxu halı olur. Gah əzəmətini görürük, gah rəhmətinə ümid edirik. Həmişə eyni tərzdə dua ruhu yorur. Necə yemək növbənöv olmalıdır,
Hər gün eyni yeməyi yeməzlər. Dua da fərqli-fərqli olmalıdır. Ruhun hallarına uyğun şəkildə dua eləməliyik. Ruhun halı necədir indi? İndi daha çox rəhmətdən danışırsan. İndi ehtiyacın var, daha çox əzabdan danışasan. Bunlar hamısı dualarda müxtəlif şəkildə göstərir. Bəzən əzəmət təcəssüm olunur, bəzən rəhmət təcəssüm olunur. İştahasına uyğun şəkildə insan necə yemək seçir, duaları da Allah bizə Quranda təqdim edir. Deyir, ruhunuzun iştahına uyğun seçin. Hansını istəyirsiniz, onu seçin. Yoxsa biz yorularıq. Dua ibadət də olsa, eyni dua bizi yorar. Həmişə eyni şeyləri avtomatik təkrar eləmək, duadan bizi, belə deyək də, soyudar, yorar bizi. Qəlb müxtəliflik istəyir. Ona görə də dualar da müxtəlifdir. Hər dəfə fərqli hisslə gedək Allahın qapısına. Həqiqət eyni ola bilər, amma fərqli dillərdə onu ifadə eləyək. Fərqli yöndən yanaşaq. Mən bunun müqəddiməni dedim, bir duanı tərcümə edirəm sizin üçün. Maidə surəsi 83-cü ayədir. Bu duanı tərcümə edirəm. Və in səmi'u mə unzilə ilə'r-rəsul tərə ə'yunəhum təfizu minəd-dəmi' mimmə ərəfu minəl-haqq. Yəqulunə Rabbənə amennə fəktubnə mə'əş-şahidin. Deyir ki, elə ki, eşidirlər Peyğəmbərə nazil olanı. Gözəl. Allaha gör nə qədər bu hal dəyərlidir ki, Allah vəsf eləyir bunların halını, möminlərin halını. Deyir, elə ki, eşidirlər Allaha nazil olanı eşitdikləri zaman gözləri yaşla dolur. Gözlərindən yaş axır. Tərə ə'yunəhum təfizu minəd-dəmi. Görərsən, gözlərinə baxsan, görsən, gözlərindən yaş süzülür. Allah, belə deyim, tablo yaradır, bunların tablosunu. Gör nə qədər bunların halından xoşu gəlir. Bu göz yaşı niyə görə axır? Cümlə Qurana izah verəndə adam heyrətlənir Quranın gözəlliyi qarşısında. Bu göz yaşı nədən axır? Mimma ərəfu minəl-haqq. Mərifət göz yaşıdır. Bunlar haqdan anladıqları səbəbindən ağlayırlar. Bu göz yaşı mərifətin nəticəsidir. Niyə görə bugün hissi elmə qarşı qoyurlar, mən bilmirəm. Səviyyəli adam ağlamır. Bu səviyyəlidir, gəzir. Amma avam adam getsin ağlasın, xeyr. Quran deyir ki, göz yaşı mərifətin nəticəsidir. Bir mərifət ki, qəlbin incəliyinə səbəb olmur o mərifətin. Cild kitab oxu, mənası nədir? Qəlbin riqqətə gəlməsi, gözdən yaş axması pis şeydir, xeyr. Həyatın gözəlliklərindəndir. Həyatın, praktiki həyatın. Göz yaşı axıdan adamların həyatının keyfiyyətinə bax, ləzzətinə bax, qura adamların həyatına bax. Görün hansının, ahirətin demirəm, yenə də deyirəm, dünyadakı həyatının keyfiyyətinə bax. Göz yaşı axıdan adamların mənəvi halına bax, qəlbinin incəliyinə bax, həyatdan aldığı zövqə bax, axıtmayan insanlara, daş qəlblərə bax. Elm, mərifət, emosiyaya, hissə qarşı qoyulub günümüzdə. Və bir də ki, bir qəmə qarşı bir xof var insanlarda. Bunlar ikisi də yanlışdır. İnsan bildikcə daha çox incəlir və gözündən yaş axır. Göz yaşı, bilirsiniz, ancaq ehtiyacdan doğmur. Hansı ehtiyacdan? Hacətdən. Biz elə bilirik ki, məsələn, problemim var. Gedim ağlayayım, göz yaşı bunda bizim dərdimizə də. Yox, buyurur ki, mimma ərəfu minəl-haqq. Mərifətin nəticəsində, biliyin nəticəsində təvazökarlıq yaranır, gözündən yaş axır. Bu göz yaşı çox dəyərlidir. Bir göz yaşı ki, onun qaynağı mərifətdir, elmdir, bilidir, bilgidir. Yəquluna deyirlər bu halla, Rabbənə amennə fəktubnə mə'əş-şahidin. İlahi, biz iman gətirdik bu sözlərə. Biz iman gətirdik və bizi şahidlərlə bircə yaz. Yəni, şəhadət verənlərlə bircə yaz. Dalıca onların halını ifadə edir. Deyirlər, və mə lənə lə nu'min billəh və mə cəənə minəl-haqq və nətmə'u ən yudxilənə Rabbuna mə'əl qavmis salihin. Deyir, bizə nə olub ki, biz buna iman gətirməyək, Allaha iman gətirməyək və haqdan bizə nazil olana iman gətirməyək və bizə nə olub ki, bizim ürəyimizdə istək yaranmasın, salihlərlə bir yerdə olmaq istəyi. Axırda gəlir, hara çıxır, haqqı tanı, haqq əhlini tanıyasan. Haqqı tanı, haqq əhlini tanıyasan. İnsan haqqı tanıyırsa, haqqın əhlini də tanıyır. Deyir, məni salihlərə qovuşdur. Axırı budur duanın. Bir adam danışır, ədalət, dəyər, filan danışır.
İstəyirsən yoxlayasan, ədalətə nə qədər bağlıdır? Deyirsən, deyən bir dəqiqə. Ədalətli adamı çağır. Ədalətli adam, Əli, gəlsin, deyansın. Əlini sevirsə, ədaləti sevir. Başladı belə göz qaş eləməyə, ağız büzməyə, yalan da danışdığımız. Bir testdir də bu, Allahın testidir. Dəyərlərə bağlılığı necə bilmək olar? Bir adam dəyərə nə qədər bağlıdır? Dəyərli adama nə qədər bağlıdır, dəyərə o qədər bağlıdır. Dəyərə bağlılığı bizə göstərən güzgü dəyərli adama bağlılığıdır. Ona görə deyir, ihdinə sıratəl müstəqim mücərrəddir. Bizi düz yola yönəlt, mücərrəd anlayışdır. Düz yol nədir? Sıratəl-ləzinə ən'amtə aleyhim, nemət verdiyin kəslərin yolunu. Bir adamın dəyərə bağlılığının, bir daha deyirəm, meyarı dəyərli adama verdiyi önəm qədərdir. İndi günümüzdə də. Dəyərli adama ehtiram göstərirsə, dəyərə bağlıdır. Yox, dəyərdən danışırsa, dəyərli adamı saymırsa və yaxud dəyərli adama qarşı təkəbbür göstərirsə, bu dəyərə də bağlı deyil, danışdığı da boş-boş sözlərdir. Ona görə Quranda hər zaman dəyərdən danışanda axırı budur ki, bizi salihlərə qovuşdur. Haqqı bildiyi, dərhal haqq əhlini tanıyıram və haqq əhlini tanıyandan sonra onun qarşısında təvazökarlıq eləyirəm. Hər haqdan danışan haqqa bağlı adam deyil. Hər insan haqları haqqında, ədalət haqqında, bərabərlik haqqında danışan bu dəyərlərə bağlı deyil. Bunun ən gözəl yolu dəyərli insanlara Allah bəşəriyyətə təqdim eləyir. Deyir, görüm nə qədər səmimisən, ədalətə bağlılığın. Ədalətə bağlı olan ədalətdə əliyə qılınc çəkir. Zahirən ədalət deyir. Orada bilinir ki, sən ədalətə nə qədər bağlısan, sən mənəviyyata nə qədər bağlısan. Bu, insanların meyarıdır və bəzi sahabələr də belə idi. Haqqı tanıdılar, məsələn, Salman kimi. Gəldi, çatdı, minna əhləl beyt oldu. Dedi ki, sən də daxil ol, sən də biz əhli beytdənsən. Əhl-i beyti tanıdı, ona bağlandı deyə onlarla birgə oldu. Və Quranın dualarında da bunu öyrədir ki, bizi salihlərlə birlikdə elə. Hər bir duanın axırı gəlib salihlərə bağlanmasa, o duanın dəyəri də yoxdur. Allah bizi haqqa və haqq əhlinə bağlı olan insanlardan qərar versin inşallah. Allahümmə inna nəsəlükə və nəd'uk bismikəl azimil əzəm. الأعز الأجل الأكرام وبالحسين يا الله 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 يا Allah. İlahi, əllərimizi naumid qaytarma. Amin deyən dilləri lal öldürmə. İlahi, bağışlamamış bizi qəbr evinə aparma. İzzətin xatirinə izzətimizi əlimizdən alma. İlahi, bütün çətinliklərimizi qüdrətli əlindən həll elə. Xüsusən bugün bizə müraciət edənlər çox olub ki, abituriyentlər imtahan verirlər. Ona görə xahiş ediblər, dua eləyək. İlahi, sənə and verirəm, öz izzətüə, əzəmətüə bugün imtahan verən bütün gənclərimizi müvəffəq elə. İlahi, o gənclərimizi xalqına, millətinə, dövlətinə faydalı insanlardan qərar ver. Bizi elmdən, mənəviyyatdan kənara salma. Kimlər ki, bizdən dua xahiş ediblər, hamısının hacətlərini rəva elə. Hamımızın çətinliklərimizdən özün xəbərdarsan. Çətinliklərimiz var, düyünlərimiz, müşküllərimiz var. Bütün çətinliklərin həlli sənin əlindədir. İlahi, səni and verirəm xanım Fatimə Zəhra hörmətinə. Hamımızın çətinliklərimizi öz qüdrətli əlindən həll elə. İlahi, bizim hamımızın hacətlərimizi rəva elə. Bizi öz evindən əli boş, naümid yola salma. Xəstələrə şəfa mərhəmət elə. İşğal altında olan torpaqlarımızı, Qarabağımızı azad eləməkdə bizə yardım elə. Bu torpaqların azadlığı üçün canından keçən şəhidlərimizi Kərbəla şəhidləri ilə məşhur elə. Düşmənlə üz-üzə səngərlərdə dayanan əskərlərimizi, zabitlərimizi ağla gələn, gəlməyən bəlalardan hifz elə. Azərbaycanımızın, milli ordumuzun qüdrətin, izzətin günü-gündən artıq elə. Milli ordumuzu düşmənlərimizə qalib elə. Hər kimin nə dərdi var, nə hacəti var, dərdin götürüb sənin evvə gəlib, hamımızın dərdlərimizə dərman elə. Ömrümüzün axırınacan bizə halal Bəziləri inkar eləmir eyiblərini, amma nə inir? Kiçik sayır. Kiçik sayır. Dedim, təmizkar xanım hansıdır? Bir dənə də deyir, evində toz yoxdur. Bu təmizkar xanımdır. Amma Pinti xanım deyir ki, 2 dənə toz orada olanda nə olacaq indi? O birinə də hələ ağıl verir, görmüşəm mən. Deyir, çox özü öldürmə, indi biraz o küncdə toz qalsın da nə olacaq? Biz bəzən elə yanaşırıq özümüzə də. Deyir, nədir indi bu eybi var ki,
ya inkar edirik eyblərimizi, ya da eyblərimizi kiçik bilirik. İkisi də təhlükəlidir. Dişin arasında bir dənə görsən yemək qalğı qalır, bir müddət sonra pis qoxu verər o. Hətta onu udmaq da deyirlər ziyanlıdır. Mən eşitmişəm keçmiş müştəhidlərin bəzisi deyəsən deyib haramdır onu udmaq. Kiçik də olsa, amma qalır bütün qoxu verir, xarab eləyir adamı. Kiçiyə deyəsən əşin, nədir bu? O iylənəcək içində. Mütləq iylənəcək. Və bütün vücudu bürüyəcək. Heç nəyi kiçik sayma. Özün öz eyblər və mikroskopla bax. Mikroskop neyinir? Balacanı böyüdür. Böyüd öz eybləri. Başqalarınınkin kiçildir. Biz əkisini eləyirik. Düz, tam maşallah hədislərin əkisinə gedirik. Maşallah olmasın. Deyirlər ki, gizlər, deyirlər böyüd, kiçildürük. Deyirlər kiçilt, böyüdürük. Hədislər deyir, mömin yağış suyu kimidir, təmizdir. Çünki həmişə eybi ilə məşğuldur, özünü təmizləyir. Zülaldır, pakdır, şəffafdır, təmizdir. Əli əleyhissalam deyəndə ki, ən ümid verən ayələr hansılardır? Çoxu tövbə ayələrindir. Əli əleyhissalam nə desə yaxşıdır? Ən ümid verən ayələr namazı vacib buyuran ayələrdir. Çünki namaz hər dəfə paklaşdırır səni, təmizləyir. Namazın xüsusiyyəti budur. İnnəs-sələtə tənha anil fəhşai vəl-münkər. Namaz insanı çirkinlik və pis işlərdən təmizləyir, saxlayır, saflaşdırır, təmizlədir insanı. Xüsusilə biz bir dənə təcrübə eləyin, namaz necə eybi üzə çıxardır. Namazda qərar versəz ki, mən diqqətli olacam, namazda diqqətim Allahda olacaq, namazda ki, başlayacağı diqqətin yayınmağa, o mövzular ki, ora yayınır, gedir, onları analiz eləyin, görün, onlar hamısı bir eybinizlə bağlıdır. Hara yayınır? Hara yayınır, onun kökü var qəlbində. Namaz bax, belə eybləri üzə çıxardır. Bəziləri elə zənn eləyir ki, pakdır. Tələsirik özümüzə pak adı qoymağa. Tələsirik, tələsmə. Əli əleyhissalam axıracan nigaran idi ki, görəsən, pakam yoxsa pak deyiləm. Həzrət Əli əleyhissalam. Necə eləyək ki, bax, bu əlac yoldur, diqqət məndə olsun. Maşallah, diqqətlisiz, biraz da diqqətli olun. Necə eləyək ki, pisliklərimiz nəinki aradan getsin, yaxşılığa çevrilsin. Yol istəyirsiniz? Yol deyim sizə. O tullantıları görsən, eymal eləyib, mən üzr istəyirəm, amma bugün dedim də, pisliklərdən danışıq deyə misallar da pisdir. Tullantıları eymal eləyib bir məhsula çevirirlər. Görmüsünüz də, bəzi xüsusi bu işlə məşğul olan müəssisələr var. Tullantıları faydalı bir şeyə çevirirlər. Günahlar da elədir. Günahlar nəinki silinir, eyblər yaxşılığa çevrilir. Onun yolu nədir? Mən sizə bir dənə yol deyim, İmam Hüseynin məhərrəmində faydalı olar. Bacarırsınızsa, tez-tez, yəqin bildiyiniz eybləri kağıza yazın ki, məndə 100% bunlar var. Kağıza yazın, öz portretinizi, pisliklərinizi yazın. Mən tapmışam içimdə bunları, yazın kağıza. Və baxın yazdıqlarınıza, özünüz haqqında, öz qənaətinizə, öz eyblərinizə baxın. O lazer necə yandırır bəzi şey, baxış lazımdır. Bəzən Allah istəyir ki, sadəcə fokuslanasan öz eybivə, baxasan, pisliklərin onda enerjiyə çevriləcək. Özünə bax, kağızın üzərində. Hələ tapdıqlarını yaz, deyən, bax, busan da. Adam özü-özünü, bax, busan. Bunu da eləmirik. Yox, ki, mən yaxşıyam, yaxşı iddilə yaxşıyam. Deyən, bax, busan. Görürsən, kimsən? Təkəbbürdən ibarətsən, həsəddən ibarətsən, o qədər eyblər var, tapmaq lazımdır. Bu bir dəqiqə var, oturub baxırsan ona. Hədis buyurur ki, 40 il ibadətdən üstündür. Hədis buyurur. Buyurur ki, zəmmukə li nəfsik əfzəl min ibadətikə 40 sənə. Buyurur ki, bir an özvə deyəsən ki, vay mən nə gündəyəm, bu bir saniyə. Bu 40 il ibadətin təsirini göstərir sənə.
Yəni paklaşdırır səni. Baxmaq, zəhmət çəkib baxmırıq da, deyirik, niyə düzəlmirik biz? Ay qardaş, bir bax da, bir bax, etiraf elə, özün özüvə. Bunu da eləmir yaxı. Otur bir yerdə, bir küncdə heç kəs səni görməsin. O dəftəri özünüzdən başqa heç kəs görməsin. Otur, bax, ona deyən, bax mənəm, mən buyam. Mən bunlardan ibarətəm. Vay olsun mənə. Bugün bir ustada qulaq asırdım. Allah qismət elədi, bir dəqiqəlik çıxışından bir dəqiqə neçə saniyə çıxış idi. Çox təsir elədi mənə. Deyir ki, əgər Hürrün cənnətdə, Hürr, İmam Hüseynin sahabəsi, Hürrün cənnətdə yadına düşsə ki, İmam Hüseynə nə pisliyi eləyib, cənnəti cəhənnəmə çevirirlər. Yadına düşsə ki, nə pisliyi eləyib İmam Hüseynə. Ona görə də nə baş verir? Allah yadından çıxardır, silir yaddaşından. Allah belə Allahdır, bax, bağışlayanda belə eləyir. Eybi ki, etiraf edirsən, silir, özvə də unutturur. Çünki müqəllibəl qulubdur, qəlbləri idarə eləyən odur. Bizə biri pisliyi eləyib, bağışladıq. Biz neyə bilərik pisliyi eləyənə? Bağışlaya bilərik. O, ustad deyir bu sözləri. Bağışlaya bilərik, üzünə vurmarıq. Dalıca da demərik, mehribanlıq göstərərik, vəssalam, düzdür, başqa neyiniyək? Amma o ki, içində xəcalət çəkəcək, ona biz əlac eləyən birik. Çünki qəlbə girişimiz qadağandır, biz onun qəlbinə təsir eləyə bilmirik. O xəcalət hissi bizlik deyil, ora girə bilmirik. Amma Allah belə eləyir. Allah deyir, tövbə eləyərsənsə, etiraf eləyərsənsə, nəinki bir məxluq tapılmaz ki, sənin pisliyi və şəhadət versin. Heç öz yadında da qalmaz. Özvə də unutturaram, yoxsa sən cənnətdə rahat olmazdın. Həmişə vicdan əzabı çəkərdin. Cənnətdəkiləri danışdırsın, deyə mən heç bir günah eləməmişəm. Hamısı. Yadından çıxıb. Deyəcək ki, mənim heç bir eybim olmayıb. Görün, nə qədər rəhimli Allahla üzbəüz dayanmışıq, onun Hüseyninin qapısına gəlmişik. Hürr özünü digər şəhidlər kimi görür indi. Bilmir ki, neyniyib İmam Hüseynə. Elə söhbətimin bu yerində İmam Hüseynə müraciət edirəm ki, ya Abdillah, biz də hürr kimi gəlmişik sənin qapına. Elə bu gecə bizi pak elə, təmizdə. Təmizdə və unutdur bizə. Eləyə bilirsən, sən gəlib adamı cəhənnəmdən çıxardıb cənnətin ən uca zirvəsində qaldıra bilirsən. Yazın eyblərinizi və baxın hərdən və dinən ki, özvə ki, baba sən busan, çox özü yuxarı qaldırma. O adamlar paklanır ki, eyblərini görməyə adət eləyiblər. Eybi görməyə gərək özü adət eləyəsən, adətin olsun bu. Qorxma, qaçma. Heç nə olmaz. Özvə etiraf eləyəndə heç nə qorxulu bir şey yoxdur. Xəcalət çək. Bir dənə gözəl hədis deyim. Gözəl hədisdir. Mövzuya aid gözəl hədisdir. Hədisə qulaq asın, xahiş edirəm. Mən özüm biraz bək danışıram ki, hər yanda eşidilsin, bilməm, indi səsim çatır, çatmır. Hədis buyurur ki, möminlər cənnətə gedəndə cənnətin qapısının ağzında bir bulaq var. Bulaqlar bizim gördüyümüz bulaqdan deyil. Orada hər şeyin həm maddi, həm mənəvi mənası var cənnətdə. Qulaq asın. Buyurur ki, möminlər cənnətə gedəndə cənnətin qapısının ağzında bir bulaq qaynayır. Möminlərə deyərlər ki, cənnətə girməmiş, gedin bu bulaqdan için, sonra gedin cənnətə. Sonra daxil olun. Niyə? Niyə? Qulaq asın. Ona görə ki, deyir ki, sənin qəlbində bir zərrə həsəd qalıb. Hələ. Bu qədər işdən sonra. Həsəd qalıb. Ged ondan iç, o bulaq, o həsədin son damcısını sənin ürəyindən çıxartsın, paklanıb cənnətə daxil ol. Məsələ bu həddədir, danışdığımız məsələ, bəli, məsələ bu həddədir. Biz buyuq, bax biz insanlar, cənnətə də özümüzlə çirkəb aparırıq. Yaxşılarımız deyə bu möminlərdir, cənnətliklər. Cənnətə də özümüzlə çirkəb aparırıq.
Bu su səni paklamaq üçündür. Sən gör necə gizlətmisən ki özündən. Hələ bu möminlərdir. Bir zərrəsi qalıb cənnətəcən gedirsən, oracan da aparmaq istəyirsən. Bu çirkab səndən cənnətə girmək istəyir. Ki cənnətdə də dava salasan. Bu həsəd ürəkdə varsa getsin oraya dava düşəcək. Orada aparırsan özündən. Daxilində olsa həsəd cənnətə girsin, orada da qeybət məclisi quracaqsan. Bu həsəd var, yox kiməsə qarşı. Gələ nəsə danışasan. Deyəcəksən cənnətdə filan kəsi gördün, neynədi? Biraz irəli gedirsən, dünyada da fərri adam döyürdü. Allah da gətirdi. Fərri adam deyildi. Allah deyir ki, paklar gir içəri, qeybət gətirmək istəyən cənnətimə, insan budur, bax. İnsan gör, hara qədər saxlaya bilir içində. Ona görə deyir ki, paklanın, təmizlənin ki, cənnətə daxil olanda hamı bir-birinə mehriban olacaq. Quran deyir, onlar bir-birindən gözəl sözlər eşidəcəklər. Hamısı bir-birinə deyəcəklər, qurban olun. Amma doğrudan, burada deyirik ki, darıxmışam sənin üçün, qurban olaram sənə, ürəyində deyir ki, mürdəşir üzvü yusun. Heç görməsəm yaxşıydı sən. Burada belədir, orada isə elə deyil. Orada isə elə deyil. Orada deyir, insanlar bir-birinə ürəkdən deyəcək qurban olun. Çünki təmizləniblər bir-birinə qarşı, ancaq sevgidir. Allah sevgisi onları birləşdirib. Cənnətəcən qalırsa görün nə qədər işimiz var dünyada. Mən bunu demək istəyirdim. Görün nə qədər işimiz var. Eyb aparmayaq qəbrə. Bu zərrə həsəd idi, bulaqla təmizlənir. Çox aparanda o tərəfə əzabla təmizlənir. Təmizdə ki, əzab qalmasın, apardıqca dərdi artırırsan axirət evində. Əzabla təmizlənir. Ona görə İmam Sadiq əleyhissalam buyurur ki, möminin işi belədir. Eyblə mübarizə aparır, aradan aparır, təzəsiz çıxır. Təzdən aradan aparır, təzəsiz çıxır. Deyirlər, bu nə qədər? Deyir, cənnətə gedənəcən davam edir. Cənnətə daxil oldu, qutardı. Eyblə bizim vida anımız cənnətin qapısıdır. Orada vidalaşırıq. Heç kim burada oturanlar arxain olmasın. Heç kim arxain olmayın ki, mən pak bəndəyəm. Belə deməyin. Çoxdur eyblərimiz. Bir dənə hədis deyim sizə, yavaş-yavaş sözümü yekunlaşdıracağım. Bir neçə cümlədən sonra amma. Peyğəmbər sallallahu Həzrəti Əbu Zərə buyurur ki, İza əradəllah əzzə və cəl bi abdin xeyra. Xoşlayıram bu hədisləri mən. Hədislər hamısı gözəldir, bəziləri xüsusi zövq verir adama. İza əradəllah əzzə və cəl bi abdin xeyra. Allah bir bəndəyə xeyir vermək istəsə, belə başlayır bu hədislər. Allah bir bəndəyə xeyir vermək istəsə, bir, fəqqəhəhu fid-din, dində bəsirət eləyər. Dini tanıyar, bilər yox, oxumaq yox, bəsirət başqa şeydir. Bilər nəyi necə tədbiq eləmək lazımdır. Dində bəsirət verər. Və zəhhədəhu fid-dünya, dünyaya rəğbətsiz eləyər onu. Dünyaya biganə olar. Və üçüncü budur ki, və bəssərəhu bi'uyubin nəfsi, və onu öz eyblərindən agah eləyər. Görün, necə mühüm məsələdir ki, Allah birini sevsə bunu verər ki, eybini ona tanıtdırar. Deməli, gərək Allah səni sevsin ki, bunu sənə nəsib eləsin ki, öz eyblərini görə biləsən. Bu balaca məqam deyil, sən demə. Allah birinə xeyir vermək istəsə bunu verər ki, eyblərindən xəbərdar olsun. Bu Allahın lütfüdür. Gərək buna adət eləyək. İnsanda bir xüsusiyyət var, özünü müdafiə.